müharibədə gördük. Amma bu cəmiyyətin başqa qayğıları da var axı. Bu cəmiyyətin qayğıları var. Bu insanlar dolana bilmir. Gənclər xoşbəxtliyi Azərbaycanda tapacağına inanmır. Bu dəqiqə minlərlə Azərbaycanlı gənc green card gözləyir ki, bəlkə mən green card udam, bəlkə gedərəm xaricə, bəlkə gedərəm onda xoşbəxt olaram. Minlərlə gənc xaricə getmək üçün, xaricə işləməyə getmək üçün, mühacirətə getmək üçün yollar axtarır və bilirsiniz ki, Azərbaycan qeyri-demokratik ölkə sayıldığı üçün Azərbaycan gənclərinin üz tutduğu Avropa ölkələrində Azərbaycana qarşı viza rejimləri kifayət qədər sərtdir. Heç də hər gənc bu vizanı ala bilmir. Sizi inandırıram ki, əgər Gürcüstandakı kimi bu vizanın alınması asan olsaydı, Azərbaycanda indi tutaq ki, ayda 10 bin, 15 bin gənc gedirsə, bəlkə də 100 bin, 150 min gənc gedərdi xaricə. Çünki çox getməyən insanların böyük əksəriyyəti getmək imkanı olmadığı üçündür. Yəni viza almaq çox çətindir. Hər adama viza vermirlər. Viza almaq bahadır. Xaricdə gedib işə girmək üçün də bir çox başqa prosedurlar nəzərdə tutulubdur. Azərbaycanda da onu keçmək üçün hər adam bacarmır. Yəni ölkədə bu problemləri həll etmək lazımdır ki, insanlar xoşbəxtliyi xaricdə axtarmasınlar. Öz dövlətində özünü xoşbəxt saysınlar. Dünyanın normal ölkələrində, yəni keçmişdə bizim kimi SSR-nin tərkibində olan Litva kimi, Estoniya kimi ölkələrdə təqaüdçülər, pensionerlər öz təqaüdü ilə tətilə gedirlər. Dünyanı gəzirlər. Bizdə təqaüdçülər öz təqaüdü ilə heç dərman ala bilmirlər, heç dərmanına bu pulu çatdıra bilmirlər. Yəni biz demirəm ki, Azərbaycanı biz Almaniya ilə müqayisə eləyək, demirəm Amerika ilə müqayisə eləyək. Biz Azərbaycanda insanların heç olmasa Litvadakı kimi, Estoniyadakı kimi yaşaması üçün bir iş görək. Ermənistanda hətta bəyənmədiyimiz, məğlub etdiyimiz Ermənistanda İnsanların minimal əmək haqqı Azərbaycanla bərabərdir, orta aylıq əmək haqqı Azərbaycandan biraz yüksəkdir. Heç bir təbii sərvəti yoxdur. Heç bir təbii sərvəti yoxdur, əksinə nefti, qazı kənardan alır və o büdcəsinin xeyli hissəsini də buna xərcləyir. Biz neftdən, qazdan gəlir əldə edirik. Onlar isə əksinə bunun üçün də pul xərcləyirlər. Amma bu ilə belə, yəni o balaca, o zəif dövlət belə, yəni öz vətəndaşını daha yaxşı yaşadır. Təəssüf ki, Azərbaycan hakimiyyəti insanları yaşatmaq əvəzinə bu qıraqda insanların maraqlarına uyğun olmayan, cəmiyyətin maraqlarına uyğun olmayan problemlər yaratmaq və onları dırnaqarası həll eləməklə sadəcə gündəmin əsas problemlərin üstündən yayındırması ilə məşğuldur. Ümumiyyətlə, Mustafa bəy, belə